Salam aleyküm Yusuf müəllim, nə var nə yox, necəsiz? Aleykümselam, sağ olun. Bugün ay neçəsidir? 3-ü, Aynı 4-ü. günü bilmirsən. Mart ayında ne gelir? Dördü. Mart ayında ne Ramazan bayramı gəlir. gelir? Azərbaycanın ilk ili gəlir. Çərşənbəmizdir, güzel Ramazan bayramımızdır, bir de 8 Mart bayramıdır. O 8-in hələ çox var, odur. Bu ay içindədir. Ateşpərəstlikdir. Od bayramı. Od çəşənbəsi. Hələ Novruz'a çatmayaq. Vəziyyət necədir? Bayramlara necə hazırsan? Allah qismət eyləsin bayramlara. Brejnev TV, Şirin Şaqayt Azərbaycan. Çox şad oldum ki, görüşdük. Çox sağ ol. Hər bir bayramımız mübarək olsun. İstər dostun, istər düşmənin, istər nəyin bayram olur olsun. Demək lazımdır bu Hristiyan bayramı, bu Müslüman. Əsas o ki, hər günümüzü bayram adından bayram kimi keçirirsə, o bayramlar Allah çox eləsin, 365 gün eləsin. Biz də onu sevinçlə istədiyimizi atıb qəbul eləyək. Çox şad oldum ki, bugün görüşdük. Mən də bu bayramlarda en güzel bayramın sahibi Allah'tır, əmin-amanlıq olsun. O bayramları biz təbrik eləyiriksə, evin kişisi kimi, Allah sizə can sağlığı versin. Çərşənbənizi də, Ramazanınızı da, qarşıdan gələn 8 Martınızı da, istər maddi cəhətdən, istər sağlamlıq cəhətdən, istər ruh cəhətdən Allah şans versin ki, evdə xanımınızı, qızınızı, nəvənizi, həm bayramını, həm Novruz bayramını, həm elə sizin qapıdan hər girişiniz en güzel bayramdır. Allah sizə can sağlığı versin. Elə hər qapıdan içəri girəndə bütün bayramlar əvəz eləyir. Siz hamı çalışır evlatları üçün. Evlatların bayramı var. Ulu Tanrı bir kapı açtı. Evlatlar üçün. Pul için yok. Evlat gülüşü için. Evlat sevinci için. Evlat bayramları için. Bütün evlatların bayramı mübarək olsun. Azərbaycan Müslüman evlatları başta olmaqla onları da həmrəyliyə çağırır. Çox sağ olun Yusuf müəllim. Gözəl bir şərəfli ömür yaşadınız, şərəfli bir ömrü yaşayırsınız. Və həmişə ağzımın duası belə bir söz var. Ay Allah, sen atanın, ananın xoşbəxtliyindən evlatları sevindir. Evlatların gözəl gələcəyindən valideynləri sevindir. Bunların hər ikisinin bir-birinə bəxş etdiyi sevinçlə də Allah sevinsin və desin ki, halal olsun bəndələrim. Hələ sizin ən böyük hədiyyənizi evlatlarınıza və sizə mən verəcəm. Çox şad oldum, görüşdük. Allah canınıza sağlıq versin. Bugünə kimi şərəfli bir ömür yaşadınız. Nə ömrünüz qalbını Allah bilir və Allah'tan arzu edirəm ki, onu da şərəflə başa çatdırmağı sizə nəsib eləsin. Sizlərlə Çox sağ olun, minnətdaram. İyi ki varsınız. Türklər demişsə, iyi ki mən də sizlə bir dövrdə yaşayıram və sonacan da hər görüşümüzü Allah özünün sevinci olan bir görüş nəsib eləsin. Allah sevinirsə biz də sevinirik. Biz sevinirsə Allah da sevinir. Evlatları başta olmaqla, evlatlar da öz evlatlarının şən gününü görsün. Sağlam gününü görsün. Azad gününü görsün. Sülh gününü görsün. O bir texnikanın əldə etdiyi nailiyyət heç nə ola bilməz. Heç onun yerizi də bilinməyir. Evlatlarımızın yeri də bilinsin, bizi də bilinsin, gələcəyi də xoşbəxt olsun. Amin inşallah. Bütün bayramlarınız mübarək. 365 gün bütün xalqımız üçün, hamı üçün hər günü bir bayram olsun. Qalan ömrümüz hər biri bayram əhvarəsindən keçsin ki, həm biz sevinək, həm bizi yaradan sevinsin. Hamılıqla birlikdə. İnşallah, inşallah.